müharibə başlayır. Baxaq görək. Haralar müharibə ərəfəsində hansı ərazilərimiz işğal olunmuş oldu? Aha. Sonra 1803-cü ildə Carbala Gəncə, sonra Gəncə, sonra Don vasalında olan Samux. İndi Qacarlar başa düşdülər ki, əslində hansı proses başlayıb? İşğal prosesi başlayıb. Nə vaxt ultimatum verdilər ruslara uşaqlar? 1804-cü ilin may ayında ultimatum verdi. Ultimatum nədir? Ciddi xəbərdarlıq. Ay sağ ol. Rusiya bunu rədd elədi, yoxsa qəbul elədi? Təbii ki, rədd elədi. Və nə başlayır uşaqlar 4-cü ilin iyul ayında? 1-ci Rus-Qacar müharibəsi. 1813-ə kimi davam edib, hansı müqavilə ilə bitəsidir? Ay sağ ol, Gürcüstan müqaviləsi ilə bitəsidir. Belə və bu mübarizəyə kim başçılıq elədi? Komandan kim idi? Rus-Qacar müharibəsi Sisyanovla, Rus generalı Sisyanov və Qacar dövlət tərəfindən kimi götürəsi? Abbas Mirzə Azərbaycan vəliəhdini götürəsi. Baxaq, ruslar üçün birinci işğal hədəfi hansı ərazidir sizcə? İrəvan önəmlidir. İrəvan xanı kim idi? Məhəmməd Hüseyn xan. Titulu nə idi? Aslanlarbaşı və İrəvanı müdafiə edir. Nəyə ümid eləyərək müdafiəni möhkəmləndirdi? Qala, sonra bəli, soyuq düşəcəyinə, sonra bir də bəli, Qacarlıların köməyinə ümid edir. Demək, 3 dənə ümidi var idi və buna görə də müdafiə başlayır. Birinci döyüş hansıdır Qacarlarla Ruslar arasında? Nəticəsi kimin xeyrinə qutardı? Ay sağ ol, Ruslar hardan çıxmalı oldular? 3 kilsəni tərk etdilər. Sonra Zəngi çayı üzərinə kim çəkildi geriyə? Ruslar, Sisyanov. Orada hansı döyüş başı verəsidir? Qəmərli döyüşdə yenə kim məğlub olur? Ruslar məğlub oldu. Abbas Mirzə burada Rusları xeyli canlı tələfat verməyə məcbur qoymuş oldu və gəldiyi sonraki döyüşlərə. General Sisyanov hansı xalqı geridə qalmış hesab edirdi? İrəvan xalqını. Ancaq İrəvanlı Məhəmməd Hüseyn xan dırnaqarası bu geridə qalmış xalqın başında illərlə qəhrəmancasına mübarizə aparacaq o boyda Rus dövlətinə qarşı. Belə, baxın nəyə arxayın oldu, bayaq dediklərimiz bir də deyək. Qalan müdafiəsinə, Abbas Mirzənin köməyinə, bir də ərzaq. Aha, bunlar bir də Qacarların köməyinə. Neçənci ildə Sisyanov təzədən 1804-cü ildə müraciət edir ki, qalanı təhvil ver. Yenə nə cavab alacaq? Təbii ki, rəcab aldı, amma uğursuz oldu. Demək, 1-ci Rus-Qacar müharibəsində İrəvan şəhəri 2 dəfə mühasirəyə alınacaq. 1804 və 1808-ci ildə. Hər iki mühasirə uğursuzluqla nəticələnib. Ondan sonra üzlərini, istiqamətlərini dəyişdilər. Yəni İrəvanı tutmaq əsas məsələ kimi qarşıya məqsəd qoyulur ilk başda. Tuta bilməyincə digər xanlıqlara yönəldilər. Ay sağ ol. Kürəkçay müqaviləsini bağlayacaqlar. İlk dəfə kimlə bağladılar Kürəkçayı uşaqlar? Qarabağ xanlığına. Niyə Qarabağ xanlığı bu qədər önəmli oldu Rus generalları üçün? Çünki həm də Rusiya üçün nə idi Qarabağ? Azərbaycanın qapısı idi. Və Qarabağ xanı İbrahim Xəlil xan Rusiyanın tabeliyinə keçmək haqqında məsələni müzakirəyə verdi. Bilirsiniz ki, 4 xanlıqda nə fəaliyyət göstərir? Məsləhətçi şuralar, divanlar. Hansı xanlıqlar idi? Qaradağ, Şəki, Şamaxı. 2 Ş, 2 Qına yadda saxlayırıq. Bu xanlıqlarda indi Qarabağ bunu divanda müzakirə elədi. Nə cavab çıxdı oradan? Rədd cavabı. Amma İbrahim Xəlil nə cavab verdi? Bəli, razılaşdı. Və baxmayaraq ki, tələblər rədd olunmuşdu, bunu İbrahim Xəlil xan qəbul etdi. Niyə İbrahim Xəlil xandan bağlamaq qərarına gəldi Rusiya belə bir müqaviləni? Əvvəldən çünki qazanmışdı. Hə. Çünki əvvəldən kimə qarşı mübarizə aparmışdı Gəncə yaxınlığında? Qacarlara qarşı mübarizə aparmışdı. Müqavilənin şərtlərinə baxaq. Əbədi olaraq Rusiyanın himayəsinə keçir. Sonra nə idi? 8000 evro. Xərac ödəyəcək. Sonra Hakimiyyətə gələn xan tərəfindən təsdiqlənməli idi. Aha. Daxili siyasət saxlaq harcama. Aysa xarici itirildi. Bir də tamamilə Rus təbəliyinə keçmiş oldu əhali, düzdürmü? Beləliklə əslində Qarabağ işğal edəndə nə vaxt götürəsi? 1805 16 may. Hansı müqavilə ilə? Kürəkçay müqaviləsi ilə təslim oldu. Əgər müqavilə ilə təslim olmuşdursa, Rus ordusu da yerləşdirildi Şuşa şəhərində. Bəs niyə İbrahim Xəlil xan öldürüldü? Qacarlar yürüş etmiş hansı əraziyə? Bəli. Qorxdular ki, İbrahim Xəlil kimin tərəfinə keçər? Qacarların, bəli, Abbas Mirzənin. Ona görə də orada olan Rus generalı İsaneviç İbrahim Xəlili ailəsi ilə birlikdə qətlə yetirdi. Bu kimin üsyanına səbəb olasıdır?
Səlim xan. Haranın xanı idi Səlim xan? Neçənci il üsyana qalxdı? 6-cı ildə. Bizim üsyanlar, üsyanda məğlub olan xanlar hər dəfə hansı dövlətə qaçırdılar? Qacarlar. Səlim xan da hara getmək məcburiyyətində qalır? Qacar dövlətdən getmək məcburiyyətində qalır. Yaxşı, təzədən qaydaq. İbrahim Xəlilin vasitəçiliyi ilə daha bir xanlığımız Kürəkay müqaviləsi bağladı. Şəki xanı bağlamışdı. Şamaxı xanı uşağa Kürəkay müqaviləsi adlandırmırıq. Adlandırmaqda ötürü gərək Kürəkçay ərazisində bağlansın. Şərtlər oxşarda deyirik sadəcə. Şamaxı xanlığına baxaq. Şamaxı xanlığı Rusiyadan tələbləri vardı bilirsiniz. Amma bu tələblər təbii ki, Rusiya tərəfindən qəbul edilmədi. İlik xərac istəyir. Sonra nə istəyir? Aha. Bir də bütün xanlıqlar üzrində hakimiyyət olsun. Bəli. Daxili idarəçilikdə müstəqillik qalsın, xanlıqlar üzərində bütün hakimiyyət ona verilsin. Sonra mənə illik məvacib təyin eləyin və Rusiyaya illik bac vermirəm. Sadəcə xarici siyasətimi Rusiyaya verərəm. Düzdür? Və 1805-ci il dekabrın 27-sində Fit dağından baxıb gördü ki, kimlər gəlir üzərinə? Rusiya yanında hansı xanlıqlarımızın? Bəli. Niyə İbrahim Xəlil və Səlim xan Rusiyanın yanındadır? Xəlil cavabı istəyir, Şəkidəki ədalət. Aysu. Şamaxı ilə ədabəti var idi. Həm də bir də yada saxlayın, Rusiyanın vassallığındadır, yəni asılılığındadır. Asılıdırsa əgər, təbii ki, onun yürüşlərində nə etməlidir? İştirak etməlidir. Razılaşdı mı Rusiyanın qoyduğu şərtlərlə? Mustafa xan razılaşmadı mı? Rusiyanın şərtləri ilə. Müharibə aparmadı. Yox, müharibə aparmadı. Görür ki, çox böyük qüvvə ilə gəlirlər, sakitcə düşüb gəlir və Kürəkçay müqaviləsinin şərtlərinə oxşayan şərtlərlə müqavilə bağladı. Amma 2 dənə fərq var idi. Hansı fərqlərdir? 8.000, Bir də daxili qoşunu saxlamış. Aysol, ərazimdə rus qoşunu saxlamıram. Əvəzində harda saxlamaq icazəsi verir? Cavadda. 8.000 evronu Qarabağ və Şəki verirdi. Bu isə 7.000-lə razılaşdı. Beləliklə 1805-ci il 3 xanlığımız müharibəsiz sadəcə müqavilə ilə təslim oldu. Qarabağ, Şəki, Şamaxı. Ay sağ olun.